Niye analizler, söz sözlüğünün analizsiz hiçbir şey olmaz. Benim sualımız indikatorlardadır. Ben bir Bərbərlərdə. Yəni belə deyərdim mən. Gerçekçi burada değil. 9 nömrənin hesablamasının sahibi Yaradak Sahibi tebrik edilmesi. Adınız? Arif Bey tebrik edilen. Buyurun. 50 dolar bonus mükafatı kazanan Arif Bey. Tebrik edilen. Teşekkür ederim. Cəmi 3. Orxan bəy, təşəkkür edirəm ilk öncə seminara görə. Çox maraqlı keçdi, çox informativ oldu. Düşünürəm ki, bizim bazarımızda ticarətçilər üçün vacib bir məlumatlara toxunduq, məqamlara toxunduq, çoxlu məlumat verdik. İstərdik bir neçə suallar verək sizə də. İlk növbədə soruşmaq istərdik ki, XM Broker digər brokerlərdən nə ilə fərqlənir və nə üstünlükləri var? Xüsusən də biz Azərbaycan üçün maraqlıdır, yəni bizim vətəndaşlar üçün. Nə deyə bilərsiniz bundan bağlı? Əvvəla çox təşəkkür edirəm siz də seminarda iştirak etdiyinizə görə. Bu seminar bizim üçün çox vacib bir hadisə idi. Çünki artıq xeyli vaxt idi buna hazırlaşırdıq. Siz də bu prosesdə iştirak etmisiniz və olduqca dolğun, informativ, maarifləndirici bir söhbət oldu və burada da sizin böyük payınız var. Mən ona görə də dərindən sizə təşəkkür edirəm. Çox sağ olun. Bu bizim üçün heç bir belə deyək də bunu heç nə ilə biz bizim üçün çox yüksək qiymətləndirici bir şeydir. Yəni biz bunu çox yüksək qiymətləndiririk. XM-in fərqi ondadır ki, biz bazarda artıq uzun illərdir mövcuduq. Artıq 15 ildir XM 15 yaşını qeyd edir. Və ən birinci fərqimiz ondan ibarətdir ki, biz müştərilərimizə ən birinci aşılamaq istədiyimiz şey odur ki, bunu öyrənin. Tradingi öyrənin. Bilikli trader güclü traderdir. Güclü trader, yəni bir dəyərdir, bir qiymətli bir daş kimi bir şeydir. Ona görə də biz birinci olaraq traderlərimizə, hətta müştərilərimizlə danışanda belə deyirik ki, əgər təcrübəniz yoxdursa, demo hesablarda əvvəlcə cəhd edin. Bizim təqdim etdiyimiz 30 dollarlıq depozitsiz bonusla cəhd edin. Öyrənin. Bizim saytımızdakı bu təlimlər materiallarından istifadə edin. YouTube-da videolar var, onlardan istifadə edin və s. və ilaxır. Yəni biz onlara əvvəlcə sırf maarifləndirici, təhsil xarakterli, təhsil yönümlü belə deyək, istiqamət veririk. Daha sonra onların özlərinin sərbəst seçimləridir. Harda ticarət edərlər, necə ticarət edərlər. Bizim üçün əhəmiyyətli olan bilikli trader qazandırmaqdır. Bunu qarşımıza belə deyək də bir nömrəli hədəf qoymuşuq. Bu da bizi digərlərindən məncə fərqləndirir. Elə bugünkü seminarda da siz gördünüz, bizim hədəflərimiz, bizim belə deyək, planlarımız Azərbaycanda və ümumiyyətlə təkcə Azərbaycanda yox, həm də Mərkəzi Asiya regionunda, Mərkəzi Asiya və Xəzər regionu gedir bizdə. Bu regionda insanları maarifləndirmək, tradingin təhlükəli bir şey olmadığını, amma riskli bir şey olduğunu onlara öyrətmək, aşılamaq və bu riskin idarə olunmasını onlara necəsə izah etmək. Bizim birinci fərqimiz, yəni əsas fərqimiz bundan ibarətdir. Digər fərq təbii ki, Azərbaycan dilində danışan hesab menecerlərinin mövcudluğu. Bu olduqca əhəmiyyətli bir şeydir. Çünki əgər xarici dildə danışan biri olsaydı, bu o qədər belə deyək də effektiv olmayacaqdı. Burada da əslində biz bir növ
təhtər şuur səviyyəsində bəlkə də qarşımıza hədəfi insanlara daha anlaşılı dildə, daha anlaşılan dildə tradinqi izah eləməyə qoymuşuq. Ona görə də Azərbaycan dilində bizim hesab menecerlərimiz var ki, onlar deməli bizim müştərilərimizə və treyderlərə XM barədə və ümumiyyətlə trading barədə detallı məlumat verirlər. Çox sağ məlumata görə elə təlim tədrisən danışdıqca bu günləri belə gözəl seminar keçdi. Siz deyirsiniz ki, sizdə məlumatlar da var öz saytınızda. Daha nələr var və daha nə planlar var bununla bağlı? Məhz təlimlə biraz bölüşərdiniz. Çünki bu suallar çox yaranır ki, nədən başlayım, necə başlayım və bu yəni tək saytda olan məlumatla bitmir. Daha belə seminarlar da köməklik göstərir və başqa nə deyə bilərsiniz bu barədə? Əslində çox əhəmiyyətli bir sualdır. Biz də bu suallarla tez-tez rastlaşırıq. Hal-hazırda XM-in saytında təlimlər proqramı mövcuddur. Düzdür, hələ ki ancaq ingilis dilindədir bu. Bəzi materialları türk dilində tapmaq mümkündür, amma əsasən ingilis dilindədir. Və həmin təlimlər materialları belə deyək də müəyyən hissələrə bölünüb. Başlanğıcdan tutmuş ta sonuncu belə deyək də lazımi mövzuya qədər müəyyən bir ardıcıllıqla video dərsliklər kimidir. O video dərsliklərə baxmaqla siz artıq ümumi olaraq tradingin fundamental məsələlərini, əsas lazım olan mahiyyətini anlamağa başlayırsınız. Təbii ki, təhsil bununla bitmir, özünüz də bilirsiniz, yəni bu illər çəkən bir şeydir. İkinci bir məqam bizdə webinarlar mövcuddur. Hal-hazırda webinarlarımız ingilis, yəni Azərbaycan auditoriyası üçün ingilis, rus və türk dillərində var. Webinarlar bizim XM-in bərabər çalışdığı professional traderlər tərəfindən təşkil olunur. Onlar mövzuları müəyyənləşdirirlər. Mövzular həm yeni başlayanlar üçün, həm də artıq müəyyən bir səviyyədə olan traderlər üçün seçilir və həmən mövzular müəyyən bir webinarlara yığılır və bir aylıq webinar elan olunur və siz həmən webinarların saatlarını, günlərini orada saytda görürsünüz. Mövzunu görürsünüz, həmən gün hansı mövzu danışılacaq və sizə maraqlı olan mövzu, sizə belə deyək, uyğun olan gün və saatda həmən deməli təlimi seçirsiniz və o təlimə qoşulub, oradakı webinara qoşulub ödənişsiz şəkildə həmən webinardan istifadə edə bilirsiniz. Bununla da belə deyək, özünüzün müəyyən biliklərinizi artıra bilirsiniz. Həmçinin gələcəkdə strategiyanızın müəyyənləşməsi üçün, müəyyən yeni şeylər öyrənməniz üçün bundan yaxşı mənada faydalana bilirsiniz. Hal-hazırda bizdə mövcud olan bunlardır. Amma planda, yəni perspektivdə biz hal-hazırda düşünürük ki, deməli XM-də nəhayət ki, Azərbaycan dilində webinarları biz başladaq. Bunun üçün bizə belə deyək, müəyyən texniki məsələlər var. Orada müəyyən belə deyək, xırda detallar mövcuddur ki, onların həlli lazımdır. Bunun üzərində hal-hazırda işləyirik. İnşallah yəqin ki, yaxın zamanda öz müştərilərimizi Azərbaycan dilində olan webinarlarla sevindirə biləcəyik. Onların maariflənməsinə və biliklərin artırılmasına bu yolla da xidmət eləmiş olacağıq. Amma hələ ki, bu plan aşamasındadır, plan mərhələsindədir daha doğrusu. Və yəni dediyim o detallar həll olduqdan sonra biz yəqin ki, bu məsələni də artıq publika üçün, bizim ictimaiyyət üçün təqdim edəcəyik. Təşəkkür edirəm ətraflı məlumat üçün və sonda istəyirəm sizə dəqiqləşdirmək ki, sizin platformanız kifayət qədər belə innovativdir, funksional da çox güclüdür. Nəsə bir yenilik əlavə gözlənilirmi? Bəli, hal-hazırda deməli biz bir layihə üzərində işləyirik. Bu təkcə Azərbaycana aid deyil, ümumiyyətlə beynəlxalq XM platformasına aid olan bir şeydir. Members area deyən bir yer var bizdə. İnsanlar öz profillərinə daxil olanda bütün lazımi bu copy tradingdən tutmuş webinarların özlərinə qədər hamısına oradan belə deyək də çata bilirlər. Amma oradan həmən members areadan trade etmək və ya gündəliyi izləmək və ya qrafikləri görmək mümkün olmur. Biz hal-hazırda bir layihə üzərində işləyirik. İnşallah buna biz PWA deyirik. Biz istəyirik ki, daha doğrusu bizə lazımdır bu hədəfə çatmaq ki, insanlar members areaya daxil olduqdan sonra lazım olan bütün məlumatların hamısını oradan görsünlər. Yəni siz members araya daxil olduqdan sonra artıq qrafiklərin hamısını orada görəcəksiniz. Hansı alətləri siz özünüz watch listinə, yəni belə deyək də sevimli alətlərinizə
qeyd eləmisinizsə, birinci onları görürsüz. Hansı alət hal-hazırda hansı səviyyədədir, qrafik nədir, son müəyyən o aralığı, vaxt aralığını seçə bilirsiniz və bu hamısı artıq bir nöqtədə olacaq. Yəni fərqli-fərqli yerlərdə yox, hamısı bir əldə olacaq, bir yerdə formalaşacaq və daha ergonomik, daha rahat, daha əlçatan və daha innovativ və effektiv bir platforma ilə və interfeyslə biz istəyirik öz müştərilərimizi sevindirək. Nə zaman olacaq? Bunu mən hələ dəqiqliklə zamanını deyə bilmərəm, açıqlaya bilmərəm. Amma mütləq XM-i izləməyə davam eləsinlər. Bizim saytımızda bütün məlumatlar qeyd olunur və yaxın zamanda yəqin ki, biz bu layihəni də artıq müştərilərimizə təqdim edə biləcəyik. Hal-hazırda bunun üzərində işlər gedir. Səbirsizliklə gözləyəcəyik. Bir daha təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.